Salam dostlar, bugün sizinle yeni bir video çekeceğim. Bugünkü videoda Minecraft'ı ve yani oyun yükləməyi necə edirik? Yəni bu Minecraft'ı necə yükləyirik? İndi Minecraft'ı yükləməyin, burada da videomuz yüklənir. Minecraft'ı yükləməyin bir iki yolu var. Bunlardan daha asandır. Həm serverə də girə bilərsiniz. Amma Minecraft yükləmək üçün birinci sizdə Java olmalıdır. Java bəziləriniz tanıya bilər. Bu Java'nı qurmanız lazım ki internet biraz zəifdir. Bax burada yükləyə bilərsiniz. Gördüyünüz kimi bura Google-a Java yaz gələcək. Bunu qurmaq çox asandır. Sadəcə OK deyib çıxacaqsınız. Java'nı qurmaq məsləhətdir. Çünki Minecraft Java köməyi ilə işləyir. Eləməyiniz tək şey o son oyuncu deyilən bir şey var. Son oyuncu. Bunu belə eləyək. Lazım var çünki. Bura girmək kifayətdir. Serverə girmək istəyirsinizsə, bu son oyuncunun serverinə girmək istəyirsinizsə, kayıt ola girin. Buradakiləri tamamlayıb email adresinizə girmək lazım. Yəni email adresinizə girin. Baxın, kullanıcı adı, yəni adınızı yazın. Minecraft'da necə görsənsiniz, şifrənizi yazın və yenidən yazın. Emailiniz, poçtunuz, yəni emailiniz nəysə onu yazın. Güvənlik kodu bu yazmaq lazımdır. Əgər tamamladıktan sonra sizə bir deyəcək ki, onay linki göndəriləcək. Ona, yəni emailinizə girin, məktub gəlibsə ona basın, hər şey bitir. Bunu da elədikdən sonra Minecraft 1.7.9 indir düyməsi var. Burada və Minecraft əslində premium oyundur. Bəzi insana crack olaraq indirir, yəni yükləyir. Crack olaraq yükləyəndə demo olmur, yəni 59 dəqiqədən sonra oyun sönəcək. Əgər siz bu saytdan yükləsəniz, bu onun milli deyirəm, rəsmi saytıdır. Minecraft.net, baxın bu. Buradan play the demo var, yəni demonu oyna. Burada demo yükləsəniz biraz problem çıxacaq və registrdə olmaq lazım. Sizə tövsiyəm buradan register olub 1.7.9 yükləmək. Burada indirə bastığınız anda və unutmadan bura girmək üçün WinRAR adlı proqram lazımdır. WinRAR adlı proqram. Bu RAR fayllarını açmağa yarayır. RAR fayllar, yəni belə kilitlənmiş fayllar söyləsəm olar. Baxın ki, burada Skachat WinRAR proqramına girə bilərsiniz. Əgər problem çıxsa, yəni yükləyə bilmirsinizsə, digər videomda, yəni əgər yazılıbsa, çoğu adam yükləyə bilmirsə, digər videomda çəkəcəm. Ya da başa salacam belə. İndi nə edəcək? Bax, yenidən söyləyirəm. Java'mızı quracaq. WinRAR-ımızı yükləyəcək. Yəni Java ilə WinRAR-ı yüklədik. Son oyuncuya girib kayıt olacaq. Minecraft yükləyəcək. Baxın, bax burada yazıb. Minecraft 1.9-u yüklə, indir. Bu nədir deyə soracaqsınız. Bu IP-dir. IP necə? Yəni IP nədir? Buradan Dovland It Here yazıb. Baxın, Minecraft.net görməlisiniz. Dovland It Here dəkinə tıklayıb deyirəm mən də. Basıb burada Minecraft server 1.8.x-ni yükləməlisiniz. Bunu da bir açaq. Açılanda yəni belə bir pəncərə açılacaq. Bu da reklamdır. Yəni oyunu, yəni bu proqram nədir yüklə. Belə bir şey çıxacaq qarşınıza. Bunu tutub belə qoysanız ana ekranınız gələcək və burada da buraxın. Məndə yüklü olduğu üçün eləməyəcəm.
Hətta siləcəm. Sildim. Bunu deyək ki, yüklədiniz. Hətta bir yükləyəlim. Yükləyək. Yükləməsi bir 10.3 megabayt. Bir də internet yox, bu zəiflədir. Bu deyək ki, yüklədiniz. Atın hər hansı bir server. Məsələn buna. Server papkası açıb, papka açmaq da belədir. Gəlin bura, sazdata basıb papku. Baxın belə. Gəlin papka açıb, bunu atın bura və bunu çalışdırın. Elə, budur, qurtardı. Çalışdırın. Buradakı fayllar əgər oldusa, qurtaracaq. Baxın belə. 2 dəfə basın. Belə elədiniz. Bundan belə çıxın. Biraz donma var. Yəni buradakı da yüklənir. 6% çox az yüklənir. Amma heç nə olmaz. Bunu açdığınız biraz zaman keçir elə bir. Hətta bunu qurun, bunlar gələcək, ifsi yox, qurtaracaq. Çünki orada bir fayl var, o lazımdır. Və Minecraft'inizi qurdunuz yəni. Burada da kayd olduğunuz Java və Virar yükləndi. Geriyə qalan oyun oynamaq. Belə başlasın və serverdə qurmanız lazım. Gördüyünüz kimi girdi. Burada əvvələ görsənirdi, indi görsənmir. Burada biraz gözləyin. Buradan açılacaq. 100% qənaət proqramda şeylər yüklənəcək. Yüklendikten sonra bunlardan çıxıb ya da burada stop yazmanız lazımdır. Stop işləyir. İşləyirmiş, mən keçən səfər belə yazmamışdım. Bunlar sonra da bax, bunu sonra da baş salacaq. Minecraft'ın launcher'ımızı açalım. Bunlar istəyirsə burada da baxa bilərsiniz. Kanalımızda qalsın deyə dedim. Neyse, Minecraft yazısı gəlməlidir və ad, yəni buradakı niyə çıxdı benim burada sonuncu.com'dan açıldı. .com'dan adla şifrənizi həmişə yadda salın və burada yazmanız da lazım. Məsələn mən videoyu dayandırmasam da olar olsa. Məsələn mən də yazıram. Şifrənizi heç kimə deməyin. Girə bilərlər həqiqətən. Adınızı bilsələr əgər. Bu koddan getmir. Bu əsl Minecraft dəyişir. Məsələn bu mənə. Heç hamımızın sifəti belədir. Kubiklərdən düzəlmiş. Oyunu biraz maraqsız eləyəm. O olsa da maraqlı oyundur. Hər neysə, bu yenə də bir açıq qalsın. 1.8. Burada da həmişə yeniliklə gəl Minecraft News. Deployment Console buradakı yəni nələri açır, nələri bağlayır. Profil editor profilinizi göstərir. Logical editor elədiyiniz şeylər göstərir elə bir. Hər neysə, bu sizdə təbii ki belə gəlməyəcək, belə gələcək. Belə bir ekran gələcək qarşımıza. Bu ekranda nə edəcəksiniz? İlk öncə Options'a girib Stay Login In eləyəcəksiniz. Gələcəksə bunu bir basacaqsınız. Premium Mode premiumlara özəldir. Bunu oyunu almanız lazım. Premium modda dona basın. Adınızı yazın. Ben təbii ki səhv yazdım. Beceriksizəm. Play deyin. Sonradan bunu 1.7.9'a eləyib, əslində o kadar da lazım deyil, amma tövsiyəm eləyin. Sonra play'e basın. Sadəcə saniyeler qalıb. Videoyu dayandırmama ehtiyac olmaz inşallah. Ya da bu açılsın, mən gələm. Açılandan sonra buraya girib buradan dilini dəyişdirə bilərsiniz. Ayarlara girib buranı belə eləməyiniz lazımdır. Videoyu dayandırıb baxın. Çünki saniyeler qalıb olsa 10 dəqiqə olur. Və nə edəcəksiniz? Tamama deyib çox oyunculara girib buradakı əgər qurduqdan sonra, bu serveri qurduqdan sonra deyirəm, sunucu ekləyə girib və buradakı olanı kopyalat eləyib kopyala və bura gəlib CTRL, yəni CTRL C-yə V-yə basmanız kifayətdir. Tamamlandı deyəndə dara oldu və bura girin, kodunuzu yazın, hər şey olacaq. Videoya baxdığınız üçün təşəkkür edirəm. Abunə olmağı unutmayın.